Valideyindən və yaxud da nənədən, babadan vərəsəlik hüququnda övladlara keçən əmlaklar olur. Həmin o əmlaklarda paylı mülkiyyət hüququ göstərilir. Yəni vərəsəlik əsasında əmlak bölünür. Xüsusən də bu mənzildirsə əgər, binada yerləşən mənzilsə, həmin o ailələr, yəni mülkiyyətini paylı mülkiyyət hüququnda ev keçmiş, mənzil keçmiş ailələr bir mənzildə yaşaya bilmirlər və bu nəticədə hansısa bir ailənin həmin mənzili paylı mülkiyyətin evi tərk etməsi ilə nəticələnir. Və bu zaman mülkiyyət hüququnuz ola-ola siz həmin o evdən faydalana bilmirsiniz. Bu halda nə etməlisiniz? Bu halda sizin həmin o paylı mülkiyyət hüququnun ya istifadəsini, əgər istifadəsi mümkün deyilsə, onun dəyəri qədər məbləği digər şəxs paylı mülkiyyətçilərdən kompensasiya formasını tələb etmək hüququnuz və bunun prosedur qaydası məhkəmə qaydasında tənzimlənir. Əgər belə bir çətinliklə üzləşmisinizsə, mənzildən paylı mülkiyyət hüququnuz varsa və həmin o mənzildən istifadə edə bilmirsinizsə və yaxud da mənzilin payınıza uyğun haqqını qarşı tərəflərdən ala bilmirsinizsə, bununla bağlı müraciət edin, sizə kömək edir. Bunu mən demirəm, bunu qanun deyir.